Tarixdə türklərlə bağlı elə sənədlər, elə tarixi faktlar var ki, hələ də dünya gücləri tərəfindən gizlədilir, araşdırılmasına imkan verilmir. Amma buna baxmayaraq nə qədər gizlətməyə çalışsalar da, zaman-zaman bu millət ona aid olan əmanətləri bir-bir geri alıb və alır. Türkiyəli araşdırmacı Erol Çalın'ın Kantura adlı kitabında da belə faktlardan birinə rast gəldik. Olduqca maraqlı və müzakirəyə açılacaq bilgilərdir. Müəllif burada həm də dərin qaynaqlara və mənbəyə əsaslanır. Beləliklə, bilindiyi kimi Məkkənin fəthi zamanı Həzrət Məhəmməd birbaşa Kəbəyə tərəf gedir. Onun bu hərəkətinin səbəbi isə illərdir ki, Allahın evi olan Kəbədəki 360 bütü qırıb dağıtmaq idi. Hansı ki, dövrün cahil və bədəvi ərəb tayfaları bu bütlərə Allah deyib sitayiş edirdilər. Burada bütlər də öz-özlüyündə bir-birindən ayrılırdı. Məsələn, Lat, Manav, Uzza kimi böyük bütlərlə yanaşı, kiçik və böyük bütlərə tabe olan yüzlərlə büt vardı. Peyğəmbər Kəbəyə yetişib, Həzrət Əlidən Kəbənin açarlarının gətirilməsini istəyir. Açarlar da o dövr üçün müşrik sayılan Osman bin Təlhada idi. Əli gedir və Osman bin Təlhanı tapır. Açarları istəyir. Osman bin Təlha da Kəbənin açarlarının uzun illərdən bəri onların nəslində olduğunu və Məhəmmədin peyğəmbərliyinə də inanmadığını söyləyərək açarı verməkdən imtina edir. Açarı istəyən Allahın rəsulu olduğundan Əli nəyin bahasına olursa olsun açarı almalı idi. Bu düşüncələrlə o Osman bin Təlhanın qolunu bükərək zorla açarı ondan alır və peyğəmbərin yanına gedib Kəbənin açarlarını ona uzadır. Həzrət Məhəmməd açarları alır, ancaq heyrət içində açarları yenidən Əliyə verir və Osman bin Təlhaya qaytarmasını söyləyir. Peyğəmbərin sözünə təəccüblənən Əli, ey Allahın rəsulu, biraz əvvəl sənin tapşırığınla gedib açarları alıb gətirdim, indi isə geri qaytarmağımı əmr edirsən, bunun bir səbəbi varmı, deyə soruşur. Əlinin sualına cavab olaraq Peyğəmbər, ey Əli, sən açarları gətirərkən Cəbrail, əmanəti sahibinə verin əmrini ehtiva edən vəhy gətirdi. Deyir və az əvvəl nazil olan Allah sizə əmanətləri əhlinə verməyinizi və insanlar arasında hökm etdiyinizdə ədalətə uyğun tərzdə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl öyüd verir. Şübhə yox ki, Allah eşidən və görəndir. Mənasına gələn Nisa surəsinin 58-ci ayəsini oxuyur. Ayəni eşidən Həzrət Əli, Həzrət Məhəmmədin əmrini yerinə yetirir və açarları Osman bin Təlhaya vermək üçün geri qayıdıb Osman bin Təlhanı tapır və açarları qaytarır. Osman bin Təlha nə baş verdiyini anlamır. Bayaq açarları ondan zorla alan insan indi açarı geri gətirmişdi. Təlha Həzrət Əlinin bu hərəkətinin səbəbini soruşur. Əli də açarı apardığı zaman Peyğəmbərə ayə gəldiyini və Allah Rəsulu da əmanəti sahibinə qaytarmaq üçün açarları geri göndərdiyini deyir. Osman bin Təlha baş verən hadisədən sonra şəhadət gətirərək müsəlman olur. Bura qədər olan hadisəni hər kəs eşidib bilir. Yəni səhihliyinə şübhə edilməyən hədislərdəndir. Maraqlıdır. Bir müşrik olan adamdan açar zorla alındığı zaman Allah Rəsuluna vəhy göndərərək əmanəti sahibinə verin deyir. Yaxşı, kim idi bu Osman bin Təlha? Bu hadisənin qəhrəmanlarından olan Osman bin Təlha Süreys qəbiləsindəndir. Süreys qəbiləsinin isə Orta Asiyadan gələn türklər olduğu məlumdur. Mənbələrdə o da vurğulanır ki, bu tayfanın nümayəndələri qılınc düzəldirlərmiş və düzəltdikləri qılıncların tərifi dillərdə gəzirmiş. Əbülfərəs Əl-İsfahaninin Əl-Ağani adlı əsərinin 1-ci bölümünün 245-ci səhifəsində Süreys qəbiləsindən bəhs edilir. Süreys qəbiləsi Məkkəyə gəlib orada yerləşir və dəmirçi kimi də qılınc düzəltməkdə ad çıxarmışdılar. Osman bin Təlha da Orta Asiyadan öncə Anadoluya, bir müddət sonra Suriyaya köç edən və oradan da Məkkəyə gedib məskunlaşan Süreys adlı qılınc ustasının nəvələrindəndir. Qeyd edilir ki, Süreys sözünün ərəbcədə mənası Əs-Süreyciyyat sözündəndir və Süreys tərəfindən düzəldilən qılınclar deməkdir. Mənbədə onun düzəltdiyi qılıncların bazarda Süreys adı ilə satılması da yazılır. Bəli, bu tarixi faktdır. Özü də ərəb mənbələrinə qeyd edilən fakt.
Və bu açar olayından sonra əmanət sahibinə qaytarılır və o gündən bu günə Kəbənin açarları, yəni əmanət öz sahiblərindədir. Daha sonra oxuyuruq. Kəbənin açarları illərdir ki, Osman bin Təlhanın soyundadır. Onlar Kəbənin təmizliyinə baxır və onu qoruyurlar. Bir sözlə, onlar bu işi ən yaxşı şəkildə görənlərdir. Allahın əmanətləri sahiblərinə verin əmrindən çıxış edərək, Kəbənin açarları Həzrəti Məhəmmədin əmri və Həzrəti Əlinin əlləri ilə Osman bin Təlhaya verilib. Yəni Allahın əmri və Peyğəmbərin istəyi ilə Kəbənin açarı qiyamətə qədər türlərdə qalacaq. Bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olun və abunə olarkən kənardakı zəng işarəsində tıklayın ki, yeni videolarımızdan xəbərdar olasınız. Əsən qalın.